İsrail müharibəsindən sonra düşmənlərin məğlub vəziyyətə düşməsi onları media hücumuna keçməyə vadar etdi. Xalq arasında müxtəlif söhbətlər yayaraq İranı və müqaviməti məğlub tərəf kimi qələmə verməyə çalışırlar. Əslində isə həqiqətlər tam əksinədir. İranlı generalların şəhid olmasını əsas gətirərək insanları manipulyasiya etmək və məğlubiyyətə inandırmaq istəyirlər. Şiə düşüncəsində şəhadət məğlubiyyət deyil. Bu eynilə Yezidin taktikasıdır. Yezid Kərbəlada İmam Hüseyn əleyhissalamı və tərəfdarlarını şəhid etdiyinə görə özünü qalib hesab edirdi. Bəs Allah kimi qalib hesab edir? Sözsüz ki, İmam Hüseyn əleyhissalam Kərbəla hadisəsindən sonra müqavimət ruhiyyəsi ölmədi. Əksinə daha da şövqlə inkişaf edərək günümüzə qədər gəlib çatdı. Hazırda dünyanın bir çox yerində fəaliyyət göstərən müqavimət qüvvələri məhz İmam Hüseyn əleyhissalamdan ilham alırlar. Yezid isə zülm və vəhşiliyin simvolu kimi tanındı. Zamanımızda Yezid tərəfdarlarının hansı zülmlər etdiyini izah etməyə ehtiyac yoxdur. İran-İsrail müharibəsi sıradan bir müharibə deyildi. Bu bir növ kiçik miqyasda baş verən 3-cü dünya müharibəsi idi. İran meydanda tək olsa da, qarşı tərəfdə İsraildən əlavə Amerika, NATO dövlətləri və NATOda olmayan ərəb ölkələri, Azərbaycan və sair kimi dövlətlər var idi. Bu qeyri-bərabər döyüşdə İranın şəhidlər verməsi sözsüz ki, qeyri-adi sayıla bilməz. Üstəlik nəzərə almaq lazımdır ki, İsrail də bu döyüşlərdə ciddi itkilər verib. Lakin senzura səbəbindən bu itkilər barədə ictimaiyyətin tam məlumatı yoxdur. İsrailin yanında yer alan dövlətlərin, yəni ABŞ, İngiltərə, Almaniya və sair kimi ölkələrin hərbi büdcələri dünya hərb büdcəsinin təxminən yarısına bərabərdir. İran bu dövlətlərin həm hava hücumundan müdafiə fəaliyyətinə, həm də kəşfiyyat əməliyyatlarına qarşı təkbaşına mübarizə aparırdı. Bu müharibə hərb tarixində yenilik hesab edilə bilər. Belə ki, bundan əvvəl heç bir dövlət bu cür hücumlara məruz qalmayıb. Hücumlardan əvvəl İran daxilində minlərlə dron havaya qaldırılırdı və İranın hava hücumundan müdafiə sistemləri bu dronlarla məşğul olurdu. İsrailin İran daxilindəki hədəflərə zərbə endirməsinin səbəbi müdafiə sistemlərinin zəifliyi deyildi. Səbəb müdafiə sistemlərinin minlərlə hədəflə məşğul edildiyi bir vaxtda İsrailin hücuma keçməsi idi. Bu taktika dünya hərbi tarixində davamlı olaraq ilk dəfə istifadə edildi. Həmin taktika bundan əvvəl Rusiyada sınaqdan keçirildi və uğurlu nəticə verdi. Amma Rusiyadakı hücumla İrandakı hücumların əsas bir fərqi var idi. Düşmən Rusiyada bu taktikanı bircə dəfə sınadı və Rusiya ciddi itkilər verdi. İranda isə bu taktika 12 gün boyunca dayanmadan fasiləsiz olaraq tətbiq edildi. İran yeni texnologiya və yeni taktikaların tətbiq edildiyi tam yeni müharibəyə məruz qaldı. Hərb tarixində belə bir təcrübənin olmaması və ilk dəfə bu cür hücuma məruz qalmaq İran üçün heç də asan deyildi. Bu cür vəziyyətdə toparlanmaq və düşməni yerinə oturtmaq böyük nailiyyət hesab edilməlidir. İndi isə hər iki tərəfin hava hücumundan müdafiə sistemlərinin işinə nəzər salaq. İsrailin hava hücumundan müdafiə sistemləri müharibənin əvvəllərində nisbətən uğur qazansa da, sona yaxınlaşdıqca bu uğur aradan getməyə başladı. Belə ki, döyüşlərin ilk günlərində İsrail müdafiə sistemlərinin vurduğu İran raketlərinin sayı müharibənin sonlarına nisbətdə daha çox idi. İran, İsrail müdafiə sistemlərinin zəif nöqtələrini tapdıqca hədəfləri daha asan vurmağa nail olurdu. Siyonist rejim bu təhlükənin fərqində idi və bilirdi ki, bu gedişlə hər gün daha çox zərərə uğrayacaq. Amerikanın THAAD müdafiə sistemlərində bir iş görə bilməməsi ABŞ və İsraili geri çəkilməyə məcbur etdi. İşin maraqlı tərəfi isə budur ki, İran yeni raketlərini istifadə etmədən köhnə raketlərlə bu müdafiə sistemlərini yara bildi. İranda isə bu hadisələr əksinə baş verdi. İlk günlər şok yaşadığına görə zəif nəticə göstərən hava hücumundan müdafiə sistemləri zaman keçdikcə uğurlu nəticələrə imza atmağa başladı. Müddət ötdükcə İran dronlara qarşı mübarizə üsulları üzərində baş sındırır və müəyyən mənada nailiyyətlər əldə edirdi. Nəzərə alınmalı digər mühüm məsələ isə budur ki, düşmən müharibənin gedişində İran daxilində parçalanma və ixtişaş yaratmaq istəyirdi. Lakin hadisələr tam əksinə baş verdi. Nəinki İran xalqı parçalanmadı, əksinə xaricdən də İran xalqına dəstək verildi. Bu da İranın dünyadakı nüfuzunun artmasına səbəb oldu. İranın nüfuzunun artması avtomatik olaraq İsrail və Amerikanın nüfuz itkisinə məruz qalması deməkdir. Belə vəziyyət düşmən üçün arzu olunmaz haldır. İllərlə milyardlar xərcləyərək İranı nüfuzdan salmağa çalışan düşmənin gözünün önündə bütün zəhmət və əziyyətlər puç olurdu. İsrail İranla müharibədə qarşısına əsas 3 məqsəd qoymuşdu. 1. İranın nüvə sənayesini məhv etmək. 2. İranın ballistik raket sənayesini və arsenalını məhv etmək. 3. İranı sıfır zənginləşdirmə ilə danışıqlara məcbur etmək. İsrail 12 günlük döyüşlərdən sonra bu məqsədlərin heç birinə çatmadı. Hətta döyüşlərin 12-ci günü İran İsrailə raket zərbəsi endirirdi və bu da İranın raket arsenalının zərər görmədiyini isbat edir. Nüvə sənayesinə gəlincə, İran hücumdan əvvəl nüvə obyektlərini təxliyə etmişdi və bütün dəzgahlar tam salamat vəziyyətdədir. Danışıqlara gəlincə, İran nəinki sıfır zənginləşdirməyə razı olmadı, hətta beynəlxalq nüvə agentliyindən çıxmaq qərarına gəldi. Bu da onu göstərir ki, İsrail İranla müharibədə heç bir məqsəddən nail ola bilmədi. İran raketləri İsrailə çatana qədər bir neçə ölkənin hava hücumundan müdafiə sistemləri ilə qarşılaşmalı olurdu. Hazırda nümayiş etdirdiyimiz kadrlar bu məsələni daha qabarıq izah edir. Bütün bu məsələləri nəzərə alaraq deyə bilərik ki, İran-İsrail müharibəsi əslində
İran və ABŞ-İsrail koalisiyası arasında baş verdi. Bu müharibədə isə İranın nümayiş etdirdiyi dözüm və cəsarət hələ uzun illər dillərdə gəzəcək.